Everyone, salam herkese. Bugünkü dersimiz 5. sınıf dersliyindendir. Unit 6, Lesson Review. Bölme 6, ders, ümumi tekrar. Bugün uşaqlar biz 5 və 6-cı bölmənin ümumi yekun təkrarını edirik. Yəni 5 və 6-cı bölmədə biz nələr keçmişiksə, onlara uyğun olaraq burada tapşırıqlar var. Onları işləyəcəyik. Exercise 1. Tapşırıq 1. Match the beginnings of the sentence 1 to 4 with the endings A to D. 1-dən 4-ə qədər olan cümlələrin başlıqlarını A-dən D-yə qədər olan hərflərin sonluqları ilə yekunlaşdırmaq. Yəni cümlənin başı hərflərləndir. Daha doğrusu başı rəqəmlərlə, sonu isə hərflərlə verilib. Biz bunları uyğunlaşdırmalıyıq. Nümunə olaraq bizə verilib I get up at 9 AM on weekends. Həftə sonları mən səhər saat 9-da qalxıram. 2-yə baxırıq. I have dinner at. Mən nahar edirəm. Biz nahar harda edə bilərik uşaqlar? Təbii ki, restoranda və yaxud da evdə edə bilərik. Amma məkan olaraq burada restoran verilib. I have a dinner at a restaurant on Sundays. Bazar günləri mən restoranda nahar edirəm. Və ona görə uşaqlar biz burada A variantını işarə edirik. Daha sonra 3-ə baxırıq. I take a shower. Mən vanna qəbul edirəm. Yəni duşu qəbul edirəm. Nə zaman ola bilər uşaqlar? In the evenings, yəni axşamlar. Bu formada işarə edirik. Və son olaraq 4-ə baxırıq. I do my homework in the afternoon. Mən günortalar ev tapşırığımı edirəm. Bu zamanda 4-də də B variantı kimi işarə edəcəyik. Beləliklə 1-də C, 2-də A, 3-də D, 4-də B variantlarını seçirik. İkinci tapşırığa baxırıq. Complete the sentence with the words below. Aşağıdakı sözlərlə cümlələri tamamlayın. Birinci bizim nümunə olaraq verilib. Susanna plays video games with her friends. Susanna dostları ilə video oyunlar oynar. Her favorite is Super Mario. Onun sevimlisi Super Mario'dur. Yəni oyunun adıdır. 2-yə baxırıq. Arthur and Dylan watch. Arthur və Dylan baxırlar. Baxırlar təbii ki, movies ola bilər uşaqlar. Filmlərə on weekends. Yəni Arthur və Dylan həftə sonları filmə baxırlar. Bu zaman biz bura movies sözünü yerləşdirəcəyik. 3-ə baxırıq. Lola listens. Lola dinləyir. Təbii ki, dinləyirsə bu musiqi ola bilər. Lola listens to music in the evening. Lola axşam musiqi dinləyir. 4-cü olaraq baxırıq. I like to hang out with my. Mən çölə çıxmağı sevirəm. Mənim. Təbii ki, uşaqlar burada dostlar olacaq. I like to hang out with my friends on Saturdays. Şənbə günləri dostlarımla çölə çıxmağı sevirəm. Sizə rahat olması üçün qeyd edirəm. Sizə rahat olması üçün qeyd etdim. 2-də movies, 3-də music, 4-də friends sözlərini yerləşdiririk. 3-cü tapşırığa baxırıq. Look at the images and choose the correct words. Şəkillərə baxın, düzgün sözləri seçin. I like physical education, math. Mən fiziki tərbiyəni və yaxud da ki, riyaziyyatı sevirəm. Bizə şəkillərə uyğun seçməyimizə görə, yəni şəkillərə baxıb seçməliyik. Burada təbii ki, fiziki tərbiyəni gördüyümüzə görə topdursa, təbii ki, bu riyaziyyat olmaz. Ona görə bir variant seçirik. Physical education. 2-yə baxırıq. I hate science music. Mən xoşum gəlmir elm dərsi və yaxud da musiqi. Şəklə uyğun seçəcəyimizə görə piano təbii ki, musiqiyə aiddir. Ona görə music sözünü seçəcəyik. Daha sonra 3-ə baxırıq. I don't like math art. Mən xoşlamıram riyaziyyat və incəsənət. Baxırıq uşaqlar, lövhədə riyaziyyat misallar olduğuna görə təbii ki, riyaziyyatdan bəhs edir. 4-ə baxırıq. I love science history. Mən sevirəm elm dərsini, yəni kimyanı və yaxud da tarixi. Piramidalardan olduğuna görə buna təbii ki, tarix seçəcəyik. Bu formada işarə edirik. Yəni 3-də physical education, 2-də music, 3-də math, 4-də history cavablarını seçirik. Keçək növbəti tapşırığa. Exercise 4, tapşırıq 4.
Read the questions and answer them. Sualları oxuyun və onlara cavab verin. Where do you go to? Hara gedirsən? Uşaqlar burada bizə ipucular verəcəklər, məkanları ipucu formasında izah edəcəklər və hansı məkan olduğunu biz tapacağıq. Bir də nümunə olaraq veriblər. Clean your hands, əllərini təmizləyirsən. Təbii ki, uşaqlar bu banyo olacaq. Restroom. 2də have lunch, yemək yeyirsən. Təbii ki, olacaq cafeteria, yəni yeməkxana. 3də talk to a teacher, müəllimlə danışmaq. Teacher's lounge, yəni müəllim otağı, eyni zamanda teacher's room da yaza bilərsiniz. 4də read a book, kitab oxumaq, təbii ki, kitabxana olacaq, library. Bu məktəbdə olan məkanlardan bəhs edir. Və sizə rahat olması üçün mən sağ tərəfdə qeyd etmişəm. Exercise 5, tapşırıq 5. Make affirmative and negative sentence. Nəqli və inkar cümlələr düzəldin. Yəni uşaqlar, mötərizənin içərisində üstəgəl olan nəqli, çıx olansa inkar cümlələr olacaq. Bizə verilən sözlərdən istifadə edərək inkar və nəqli cümlələr düzəldəcəyik. Birinci nümunə olaraq bizə verilib və mötərizənin içərisində çıxdır, yəni inkarda yazacağıq biz o cümləni. We don't do homework on weekdays. Həftə içi biz ev tapşırığı etmirik. Və uşaqlar, onu da qeyd edim ki, buradakı do əsas feildir, don't isə inkarlıq düzəldib. Ona görə indiki sadə zamanda inkar formamız don't, doesn't-la düzəlir. İkinci uşaqlar, mötərizə içərisində üstəgəl qoyulub və yəni bu nəqli cümlə deməkdir. Heç bir inkarlıqdan, sualdan istifadə etmirik, cümlə olduğu kimi qalacaq. They have dinner at home on Fridays. Onlar cümə günləri yeməklərini evdə yeyirlər. Üçüncü tapşırığa baxırıq. Burada da bizə nəqli cümlə olduğunu bildirir, çünki üstəgəl var. Debbie take a shower in the evening. Debbie axşam vaxtı duş qəbul edir. Sadəcə feili s artıracağıq, çünki Debbie üçüncü şəxsin təkidir. Üçüncü şəxsin təki he, she, it olduqda feili s artırıq. Tək adam adı olduğuna görə də feili s artıracaq. Olacaq Debbie takes a shower in the evening. 4də isə bizim cümləmiz inkar cümlədir, çünki mötərizənin içərisində çıx formasında qoyulub və şəxsimizə təkdədir. Təkdə olduqda inkar formamız doesn't-la düzəlir. Edmund doesn't play soccer at school. Edmund məktəbdə futbol oynamır. Sizə rahat olması üçün sağ tərəfdə qeyd etmişəm. Təbii ki, ilk öncə özünüz yazırsınız, daha sonra yoxlayırsınız. 6-cı tapşırığa baxırıq. Ask questions and give short answers. Suallar soruşun və qısa formada cavablandırın. Biz sual formamızda uşaqlar do, does'dan istifadə edəcəyik. Təbii ki, şəxsimiz təkdədirsə does'dan, cəmdədirsə do'dan istifadə edəcəyik. Və bizə çıx qoyulan mənfidə, yəni inkarda cavab vermək, üstəgəl qoyulanda isə nəqli cavab verməyimiz istənilir. Qısa cavablar isə yes, I do, no, I don't və yaxud da ki, yes, she does və yaxud da no, she doesn't kimdə cavablar verəcəyik. Qısa cavablar da təbii ki. Birinci nümunə olaraq bizə verilib you take the bus to school. Nəqli cümlədir. Olacaq do you take the bus to school? Sən məktəbə avtobusla gedirsən? Cavab olaraq yes, I do. Uzuna ehtiyacı yoxdur, qısa cavablardan istənilir. İkinciyə baxırıq. Your friend have lunch at home. Nəqli cümlədir. Qısa cavab verəcəyik. Sənin dostun evdə nahar edir dedikdə uşaqlar olacaq sənin dostun təkdə olduğuna görə. Bu he də ola bilər, she də fərq etmir, amma does-la sual verəcəyik. Does your friend have lunch at home? Sən bunu müsbət cavab versən, yes, she does kimi cavablandıracaqsan. Üçüncü sualımıza baxırıq. Burada your parents cəmdədir. Do ilə sual verəcəyik. Do your parents help at the animal shelter? Sənin valideynlərin heyvan mərkəzində kömək edir dedikdə uşaqlar müsbət yes, they do olacaq. Çünki sənin valideynlərin iki şəxsi cəmlə cavab veririk. Do-dan da istifadə edirik. Son olaraq 4-də baxırıq. 4-də isə mənfidə, yəni inkarda cavab verəcək. Yəni sual formamız eyni formada verəcək. Və your teacher, sənin müəllimin müəllim təkdə verildiyinə görə does-la sual verəcək. Does your teacher play the guitar? Sənin müəllimən gitarda ifa edir. Soruşduqda olacaq
No, she doesn't və ya no, he doesn't kimi cavablandıracaqsınız. Sizə rahat olması üçün mən qeyd etmişəm. Təbii ki, siz özünüz yazdıqdan sonra bunları bu formada yoxlaya bilərsiniz. Keçək növbəti səhifəyə. 7-ci tapşırığa baxırıq. Ask questions for the underlined words in the answers. Yəni, altından xətt çəkilən sözlərə biz sual verməliyik. Birinci bizə at home altından çəkilib, yəni evdə biz sual verərkən harada sual verəcəyik. I have lunch with my parents at home. Mən naharımı valideynlərimlə evdə edirəm. Harada edirəm olacaq. Where do you have lunch with your parents? Valideynlərə naharı harada edirsən? Altından sırf xətt çəkilən məkana, şəxsə sual verəcəyik. 2-də altından xətt çəkilən 7 AM, yəni saatın altından xətt çəkilik. Nə zaman kimi sual verəcəyik? Where does she get up? Olacaq. When does she get up? Yəni o nə zaman qalxır? Bu zaman uşaqlar altına xətt çəkilənə sual verərkən həmin sözü yazmırıq. Saxtədə qeyd etmişəm sizə rahat olması üçün. Yəni bu zaman biz heç bir şey etmirik. Xüsusi sualdan istifadə edərək when qoyuruq. Daha sonra sual cədədikən does-dan və feildən s-i atırıq. Çünki does-ın s-i var. 3-ə baxırıq. They play volleyball with their friends on weekends. Həftə sonları onlar dostlarıyla voleybol oynayır. Nə edirlər olacaq? Çünki play voleybolun altına xətt çəkirik. Olacaq. What do they do with their friends on weekends? Həftə sonları onlar dostlarıyla nə edirlər? Nə edirlər o altına xətt çəkilən suala verdikdə nə edirlər kimi tərcümə olunur. Son olaraq 4-ə baxıram. I listen to music in the evening. Axşamlar musiqi dinləyirəm. Bu zaman sual veriləcək ki, axşamlar sən nə edirsən? What do you do in the evening? Olacaq sualımız. Nə edirsən dedikdə what-la sual veririk. Beləliklə uşaqlar, where do you have lunch with your friends? When does she get up? What do they do with their friends on weekends? What do you do in the evening? Uşaqlar, burada üzr istəyirəm, parents olmalıdır. Burada friends düşüb, texniki səhvdir. Bunu düzəldərsiniz. Baxırıq 8-ci tapşırığa. Complete Johnson routine with the verbs below. Johnson rutinini aşağıdakı feillərlə tamamlayın. Yəni, bu öz günlük rutini haqqında, günlük fəaliyyəti haqqında yazıb, aşağıdakı feillərlə biz bunu tamamlamalıyıq. Hi, I am Dale and this is my friend Jason. Salam, mən Dale-əm və bu mənim dostum Jason'dır. He is a student. O şagirddir və ya o tələbədir kimi də deyə bilərsiniz. Böyükdür, yəqin ki, tələbə olarlar. He gets up at 6 AM and he has breakfast with his family. O səhər saat 6-da qalxır və ailəsi ilə birlikdə səhər yeməyi yeyir. Yəni uşaqlar, biz bir də gets up özləri qoyublar, 2-də isə biz hasdən istifadə edirik. Hansı feilin qabağında 3x və ya 2x yazıblarsa, yəni həmin feildən 3 dəfə və ya 2 dəfə istifadə edəcəyimiz bildirilir. Daha sonra baxırıq burada. He doesn't take the train to school. He takes the bus. O məktəbə qatarla yox, avtobusla gedir. Yəni uşaqlar, biz 3-ün yerinə sizin üçün rahat olması üçün qeyd etmişəm. Doesn't take. 4-də isə take sözlərini yerləşdiririk. 3-də doesn't take, çünki take-də s artırmırıq. İnkarda verib doesn't s var. Amma 4-də isə takes qoyuruq, çünki he-dir. 3-cü şəxsin təki olanda biz feili s artırırıq. 5-ə baxırıq. He has lunch at school. O məktəbdə nahar edir. Uşaqlar, nahar edir. Have lunch, has lunch. Bunlar fərq etmir. Eynidir. Sadəcə şəxsə görə. He-də, she-də, it-də has lunch qoyuruq. Then he plays soccer in the afternoon. Daha sonra o günorta Amerikan futbolu oynayır. Bu zaman uşaqlar plays soccer olacaq. Plays soccer çünki he-dən bəhs olunur. He goes home at 5 PM but he doesn't do his homework. O evə saat 5-də gedir, amma ev tapşırıqlarını etmir. Və bu zaman uşaqlar biz doesn't do, ev tapşırığı etmək do homework'dur, amma inkarda verildiyini doesn't do qoyacağıq.
He, 8-ə baxır artıq. He watches TV. O televizora baxır. Bu zaman televizora baxmaq watch'dur, amma üçüncü şəxsin təki olduğuna görə es artırırıq. Yəni watches olur. Daha sonra he has dinner. O şam yeməyi yeyir və son olaraq olacaq takes a shower and then he goes to bed. O duş qəbul edir və yatağa gedir. Beləliklə uşaqlar feillərimizin sırasına diqqət edirik. 1-də gets up, 2-də has, 3-də doesn't take, 4-də takes, 5-də has, 6 plays, 7 doesn't-dur, 8 watches, 9 has, 10 takes. Bir daha qeyd edirəm. Burada tək şəxsən bəhs etdiyinə görə feilləri es artırdıq və yaxud da ki, inkarında doesn't-dan istifadə etdik. Amma iki şəxsdən bəhs olsaydı, feillər olduğu kimi qalacaqdı və inkarda don't-lar düzələcəkdi. 9-cu tapşırığa baxırıq. Write about your weekend. Öz həftə sonunuz haqqında yazın. Use the phrases below and affirmative and negative forms of the verbs. Aşağıdakı ifadələrdən istifadə edərək cümlələri təsdiq və ya inkarda yazın. Yəni nəqli və ya inkar cümlələrdə yazın. Eyni uşaqlar 8-in tapşırığa uyğun olan formadadır. Siz də bu formada tekst yaza bilərsiniz öz günlük ritminiz haqqında. Get up, qalxdığınız vaxt, hang out with your friends, dostlarınızla çıxdığınız, have breakfast, lunch, dinner, yəni səhər yeməyi, günorta, axşam yeməyi, go to the park, museum, parka və yaxud da muzeyə getməyiniz, do homework, ev tapşırığınızı etməyiniz, go to bed, yatağa getməyiniz. Yəni bunun formada bir tekst hazırlaya bilərsiniz günlük ritminiz haqqında saatlarını qeyd edərək, bu feillərdən istifadə edərək. Və son olaraq check your progress, öz inkişafınızı yoxlayın. Yəni biz bu bölmə sonunda, 5-ci, 6-cı bölmə sonunda nələrə nail olmuşuqsa onları yoxlayacağız. I can talk about routines and free time activities. Mən öz rutinim və boş, yəni asudə vaxt fəaliyyətlərim haqqında danışa bilirəm. Əgər danışa bilirsinizsə, birinci smileykin qabağında işarə qoyursunuz. Əgər danışa bilmirsinizsə, üzgün sifət formasının qabağında işarə qoyursunuz. Daha sonra, I can use simple present to discuss routines and free time activities. Mən indiki sadə zamandan öz günlük rutinimi və fəaliyyətlərimi danışarkən istifadə edə bilirəm. Yəni, indiki sadə zamanı yaxşı mənimsəmişəm və öz günlük rutinim, fəaliyyətlərim haqqında danışarkən həmin feillərdən, zamandan düzgün istifadə edirəm. Əgər bacarırsınızsa, belə trik qoya bilərsiniz. Əgər bacarmırsınızsa, X, eyni zamanda smileylərdən də istifadə edə bilərsiniz. I can talk about school subject and places at school. Mən məktəbdə olan fənlər və məkanlar haqqında danışa bilirəm. Eyni formadadır uşaqlar, bu smileylərdən istifadə edəcəksiniz. Son olaraq, I can use the simple present in the third person to describe activities at school. Mən indiki sadə zaman 3-cü şəxsdən məktəbdəki fəaliyyətləri təsvir edərkən istifadə edə bilirəm. Yəni uşaqlar, 3-cü şəxsin təki dediyimiz uşaqlar, he-də, she-də, it-də istifadə edə bilirəm. Yəni he-də, she-də, it-də feilin sonuna s artırmaq və yaxud da inkaranda doesn't-dan istifadə etməli olduğumu bilirəmsə, bu zaman quş işarəsi, əgər bilmirəmsə, təbii ki, x eyni zamanda gülən üz və yaxud da üzgün sifəti qoya bilərsiniz. Və müəlliminiz bu formada sizin hansı qaydanı mənimsəyib, nədə çətinliyiniz olduğunu biləcək. Belə uşaqlar, inşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində bildirin. Videonu bəyənib, abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.